Qadınlar Gününün faciəvi hekayəsini bilirsinizmi? 1857-ci ilin soyuq bir mart günü New York şəhərindəki tikiş və ayaqqabı fabrikinin qadın işçiləri 10 saatlıq iş günü kişilərlə eyni maaş, işıqlı və rahat iş yeri tələb etmək üçün nümayişə çıxırlar. Ancaq polis nümayişi dağıtmaq üçün işçilərə hücum edərək fabrikin qapılarını bağlayırlar. Bu cəsur qadınlar haqlarını tələb etmək üçün səslərini yüksəltməkdən çəkinmirdilər. O əsnada kiçik bir qığılcım nəticəsində fabrik yanmağa başlayır. Nəticədə yüzlərlə qadın duman və alovlar arasında həyatını itirir. Bu hadisədən 53 il sonra 1910-cu ildə Kopenhagendəki Qadınlar konfransında Almaniyanın Sosial Partiyasının qadın qrupunun lideri Klara Setkinin təklifi ilə 8 Mart Dünya Qadınlar Günü elan edildi. Qadınlar insanlığın davamı üçün əvəz olunmaz varlıqlardır. Böyük bəlaların cəfakeşi, böyük xoşbəxtliklərin arxasında duran qəhrəmanlardır. Əziz xanımlar, hər birinizi Dünya Qadınlar Günü münasibətilə təbrik edirəm.